Salam dəyərli izləyicilər, sualımıza qeyd edirik ki, uyğunluğu müəyyən edin. 1919-cu il Versal müqaviləsi. Almaniya müstəmləkə ölkələrinin bir hissəsini itirdi. Xeyr, bütün müstəmləkəni itirdi. Ona görə də burada sualın doğru cavabı, yəni bir hissəsini itirdi, bu səhvdir. Qərbi Prusiya Fransaya vermədi. Xeyr, bu Polşaya verilməli idi. Deməli, bu da yanlışdır. Almaniya Avstriya ilə birləşməməyi nəzərdə tutulurdu. Bu doğrudur. Yəni C uyğundur. Digər bir hissədə verilib ki, hərbi şərtləri. Almaniya hərbi hava qüvvələrini məhdudlaşdırmalı idi. Xeyr, ümumiyyətlə ordusunu məhdudlaşdırmalı idi. Ordu və donanmasını məhdudlaşdırmalı idi. Bu doğru cavabımız B-dir. Şərq sərhədlərinə qoşun saxlaya bilməzdi. Əslində qərb sərhədlərinə qoşun, yəni Reyn çayı ondan qərbdə yerləşir. Ona görə də burada sualın doğru cavabı olmalıdır. 1-də C, 2-də B. Uyğun cavabımız C variantında öz əksini tapıb. Dinlədiyiniz üçün təşəkkür edirik.